Kələm yükündən küllü miqdarda narkotik maddə aşkar edilib. Biləsuvar Gömrük İdarəsi əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində küllü miqdarda narkotik vasitə aşkar edilərək dövriyyədən çıxarılıb. Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb və bildirilib ki, Azərbaycandan tranzit keçməklə İrandan Gürcüstana kələm yükü aparan nəqliyyat vasitəsi kinoloji xidmət itinin tətbiqi ilə gömrük yoxlamasına cəlb edilib və xidməti it qoşqudakı 13 kisəyə reaksiya verib. Əsaslı yoxlama zamanı həmin kisələrdə fiziki görünüşcə kələm formasına salınaraq gömrük nəzarətindən gizlədilmiş, qablaşdırılmaları ilə birlikdə ümumi çəkisi 19 kiloqram 475 qram narkotik vasitə marixuana aşkar edilib.